Yığışın. Bugün uşaqlıqda yaşamadığım xatirələrimdən birini yaşayacağım. Gəlirəm söhbətin ən başına. O gün uşaqlarla həm Şəhriyarın ağıl dişini çəkdirmək üçün, həm də Rabiyyənin şişən dişini müalicə etdirmək üçün stomatoloqa getmişdik. Nəysə, hamı yoxlandı, dişini çəkdirdi. Mən stomatoloqa dedim ki, bəs mən də oturum bir dənə baxın da mənim dişimdə nəsə problem var, yoxdur, bilim indidən. Əyləşdim stomatolog kreslosuna və biz öyrəndik ki, 22 yaşında hələ də bir dənə süd dişi qalan Ofeliya Əliyeva var. 22 yaşın olsun və hələ süd dişi qalsın ağzında. Mən diş çəkdirməkdən, yəni necə deyim, çox qorxan, stomatoloqdan qorxan, böyük bir fobiyası olan Ofeliya sırf bu xatirəni yaşamaq üçün oturdum o kresloya və dişimi çəkdirdim, süd dişimi. Şəhriyarın uşaqlarla belə bir xatirəsi var, gələcək üçün eləyir bunu ki, uşaqların yaddaşında gözəl bir xatirə qalsın. Uşaqlar hər süd dişlərini çəkdirdikdə balışların altına qoyurlar belə salfetkanın arasında və qarğa səhər tezdən onlara pul gətirir. İndi mən də süd dişimi qoyacağım yastığın altına, görək qarğa mənə səhər nə qədər pul gətirəcək. Məndən eyni Məryəm də qoyub. Məryəmin də təzə çıxan dişi var. Bugün ikimiz də qarğaya diş qoymuşuq, getdik. Məryəm, dişini qoymusan qarğa üçün yastığın altına. Qaç qoy. Baxım dişi var. Demişdi ki, get pəncərəni dırır, denənci qarğa dişim çıxıb. Gedək pəncərədən deyək qarğa dişim çıxıb. Aç biraz. Qarğa dişim çıxıb, pulumu gətir. Qarğa, mənim də dişim çıxıb, pulumu gətir. Bağla. Şu. Gittik. Şu. Koydum dişimi. Qarğa, koydum dişimi yastığımın altına. Məryəm, qarğa sən nə qədər qoyub? 5 manat, mən də 5 manat qoyub. Gedək, nə alaq? Qarğa sizə nə qədər pul qoyur? Çox sağ ol, qarğa.